Həzrət Musanın qövmü onunla çaya kimi gəlməli idilər ki, ondan sonra Allah çayı onlar üçün atsın və Fironu qərq etsin. Əgər evində otursaydılar, bu hadisə baş verməzdi ki. Əgər bu çətinliklərə səbr etməsəydilər və gəlməsəydilər, deyərdilər, biz istəmirik. Bunda bu çayı yarıb keçə bilməzdilər və nicat tapa bilməzdilər. 79-cu ildə İmam Xümeynin sözünə qulaq asıb meydana gəlməli idilər ki, qalib gəlsinlər və dünyada bir qüdrət formalaşdırsınlar. Rəsul-i Əkrəmin sözünə baxıb Məkkədən Mədinəyə hicrət edib, Mədinədə hökumət qurub və təzədən Məkkəyə qayıdıb oranı tutmalı idilər ki, İslam mədəniyyəti dünyaya yayılsın. Əgər oturub Məkkədə səbr etsəylər, bir iş qabaq yetməyəcəkdi. Bu hansı məntiqdir? وَلَمَّ بَرَزُوا لِجَالُوتَ وَجُنُودِهِ قَالُوا رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ. Düşmən ordusu ilə yaxınlaşanda təkcə boş müqavimət kifayət etmir. Baxın, bir iki dənə tərəfi var da. Bir fiziki hərəkət, bir mənəvi hərəkət. Hərəkət edirlər, gəlirlər, düşmən üzləşirlər, burada təvəkkül edirlər. Təvəkkül bu deyil, çəkilsinlər dala. Zahirən qabaqlarında bir divar var, Calut adında, onun ordusu adında. Heç cür ona qalib gəlmək mümkün deyil. Bunlar deyirlər, Rabbənə əfriq aleynə sabrən, bizə səbr ver. Səbr yenə mənası budur. Yəni, bunlar səbri başa düşmüşdülər. O səbbit əqdamənə, bizim qədəmlərimizi möhkəm elə və ənsurnə aləl qavmil kəfirin. Kafir qövmə bizi qalib et. Allahdan istəyirlər. Fəhəzəmuhum bi iznillah. Allahın icazəsi ilə, izinə qalib gəlirlər. O kəslər ki, deyir, düşmənin silahı çoxdur, az sayla ona qalib gəlmək olmaz, az sayın çox sayı qalib gəlməyi keçmiş dövrlərə aiddir. Allah deyir, bi iznillah. Və qətələ Davudu Cəlutə və ətəhullah əl-mulkə vəl-hikmətə və əlləməhu mimmə yəşə. Baxın, Həzrət Davud Talutun ordusundaydı, vurub Calutu öldürdü. Müqavimət. Ondan sonra deyir ki, Allah nə deyir? Və ətəhullah əl-mulkə vəl-hikmə. Allah ona mülk və hikmət verdi. Biriniz demir, biz ona mülk və hikmət verdi ki, sonra getdi, vurdu, Calutu öldürdü. Deyir, yox. Bir adam idi, heç onu bir şey hesab eləmirdilər. Adı da gəlməyib. Talutun ordusunda olan da adı da gəlməyib heç. Bu vurdu Calutu öldürəndən sonra, küfr ordusunun rəhbərini öldürəndən sonra Allah ona deyir, biz mülk və hikmət verdik. Deməli, əgər mömin istəyirsə izzət tapsın, mülkə, yəni qüdrətə və hikmətə, yəni elmə, əxlaqa, təqvaya çatsın, gərək müqavimət göstərsin.